dövlət tərəfindən verilən şəkər dərmanlarının o qədər də effektiv olmadığı ilə bağlı yeni, maraqlı məlumatlar oxuyuruq. Sosial şəbəkələrdə insanlar bunu müzakirə edir. Lakin biz mütəxəssis fikrini öyrənmək istədik və baxaq görək, həkim bununla bağlı nə deyir? Dövlətin verdiyi şəkər dərmanları ilə apteklərdən alınan o bahalı, yeni dərmanlar arasında fərq varmı? Son illərdə diabetin müalicəsində istifadə olunan dərman vasitələri daha effektiv nəticələr göstərir. Bu barədə endokrinoloq Vəfa Kərimova STV xəbərə açıqlamasında bildirib. Onun sözlərinə görə müasir preparatlar yalnız qanda şəkərin səviyyəsini tənzimləməklə kifayətlənmir. Eyni zamanda xəstəliyin ağırlaşmalarının qarşısını almağa da kömək edir. Həkim qeyd edib ki, yeni nəsil dərmanlar ürək-damar sisteminə müsbət təsir göstərir və artıq çəkinin azaldılmasında da dəstək olur. Bu isə xüsusilə ikinci tip diabetdən əziyyət çəkən pasiyentlər üçün mühüm əhəmiyyət daşıyır. Hər şey inkişaf elədiyi kimi, tibbdə də, farmakologiyada da çox yaxşı inkişaf gedir. 5 il, 6 il bundan qabaq soruşsaydınız, bizim əlimizdə 1-2 preparat var idi. Amaril, diabeton, metformin, 1-2 insulin növü var idi. Var olan o idi. Amma hal-hazırda bizim əlimizin altında o qədər gözəl dərman preparatları var ki, bizim məqsədimiz həkim olaraq tək şəkəri salmaq deyil. Mənə lazımdır ki, xəstənin böyrəyi də sağlam olsun, ürəyi də sağlam olsun. Ona görə mən onu müayinə edirəm. O müayinənin nəticəsində ona elə dərman preparatı yazıram ki, illər keçsə də ürəyinə, böyrəyinə, göz dibinə, aşağı ətraflarına ziyan verməsin. Siz görürsünüz klinikaya müalicə olunmayan və yaxud da yumuşaq desək, səhv müalicə gedən, uzun müddət yüksək şəkəri olan xəstələr qangrenalarla, korluqla, diabetik nefropatiyalarla müraciət edirlər. Onda da artıq çox gec olur. Amma zamanında düzgün təyinat verilsə, düzgün dərman preparatı yazılsa, o fəsadların heç biri olmur. Şükür Allaha ki, bax, gündəlik gələn, illərdir mənim yanıma gələn xəstələr, 10 ilin, 15 ilin, mən çox qürurla deyə bilərəm ki, gəlirlər, heç bir fəsadları yox, çox gözəl, heç bir, necə deyim, narahatçılığı yox, rutin yoxlanmağa gəlir, hə, bunu davam elə, bu dərmanları davam elə, hər şey yaxşıdır, qayıdıb çox xoşbaxt gedirlər. Bizdən də asılı, xəstələrdən də asılı çox şey var. Vəfa Kərimova vurğulayıb ki, müalicə fərdi şəkildə seçilməli və xəstənin ümumi sağlamlıq vəziyyəti nəzərə alınmalıdır. O, pasiyentlərə özbaşına dərman qəbul etməməyi, mütəmadi olaraq həkim nəzarətində olmağı tövsiyə edib. Mütəxəssis əlavə edib ki, düzgün qidalanma və fiziki aktivlik müasir dərmanlarla yanaşı tətbiq olunduqda daha yüksək nəticələr əldə etmək mümkündür.